Salam, mən şüuraltı terapist Aysel. Bilirəm ki, hər kəs çətin bir dönəmdən keçir. Ona görə bugün sizə çox maraqlı bir mövzu seçdim. Ruh niyə sıxılır? Bu mövzunun istəyirəm ətrafında biraz dolaşaq. Ruh niyə sıxılır? Bu barədə müəyyən bir aydınlamalar yaşamağınızı istəyirəm. Çünki ruh sıxılması hər kəsin yaşayacağı bir şeydir. Müəyyən bir etaplarda ruh sıxılmağa başlayır və bu sıxılma günü-gündən artır. Və insanın ruhu bir vaxt elə həddə gəlir ki, həqiqətən onun ruhu sıxılır. Bəs bu niyə belə olur? Mən sizə bunu izah eləmək istəyirəm. Baxın dostlar, ruh bu dünyaya gəlməmişdən qabaq müəyyən bir kontraktlar imzalayır ki, biz onu bu dünyaya gələndə unuduruq. O bizdən belə deyim silinir. Amma biz bunu unutsaq dahi o kontraktları biz eləməliyik. Bu bizim ruhumuzun missiyasıdır. Ruh bu dünyaya gəlməzdən öncə bu bir insandan qarşılaşacağam, bu dərsləri almaq o insandan öyrənəcəm və bu etaplardan keçəcəm deyə bir öhdəlik götürür. Və bu dünyaya gələndə onun tamamlaması lazım olan görevləri, missiyaları, dərsləri olur, karmik borclar olur, karmaları olur. Öyrənə bilmədiyi, amma öyrənməsi lazım gərəkən mövzular olur ki, həyatı da zaten təkamül eləmək gəlir. O ruh yanlış yöndən gedəndə, ruh onu bilir axı. Biz onu bilməsək də bizim ruhumuz hər şeyi bilir. Biz yanlış yöndən gedəndə, o dərs almayanda, yanlış istiqamətlərə düşəndə, yanlış fikirlər ilə sürəndə ruh başlayır sıxılmağa. Ruh çünki istiqamətinə doğru getmir. Ruh çünki verdiyi sözü tuta bilmir və başlayır səni tətikləməyə ki, mən burada rahat deyiləm, mən burada xoşbəxt deyiləm. Və başlayır daha da səni sirkələməyə və sənin başlayır həyatın daha da bərbadlaşmağa, daha da ağırlaşmağa və günün birində sən özünə sual verirsən ki, axı niyə mən yaxşılaşmaqdan, mən dəyişməkdən daha da betər uçuruma düşürəm? Bunun cavabı əslində sənin ruhunda gizlidir. Çünki sən ruhunun verdiyi kontraktları əməl edib ona o kontraktları, o vədləri yaşatmırsan. O axı söz verib bu dünyaya gəlib ki, mən bunları öhdələnirəm, mən bunları öyrənəcəm. Sən onları öyrənməkdən qaçırsan, sən inkişaf eləməkdən qaçırsan, şəfalanmaqdan qaçırsan və ruh da sıxılır, ruh daralır. Ruh daralandan sonra uzaqlaşır, Allahı hiss edə bilmir, özünü günahları hiss edir və başlayır daima narahat olmağa. Frekans aşağı düşür, sənin frekansın qalxa bilmir. Çünki sənin ruhun olacağı yerdə deyil. Sənin ruhun olacağı missiyada deyil. Sənin ruhun verdiyi sözləri tutmur və başlayır səni tetikləməyə. Sənə müəyyən insanlar dərslər verir. O insanlardan dərsləri almırsan, bir başqası gəlir o dərsləri verir, yenə almırsan, yenə başlayır artıq ruh bezməyə və daha da vəziyyət ağırlaşır. Ona görə mən sizə tövsiyə edirəm ki, əgər ruhunuzu bərbadlaşdıracaq həddə gətirmək istəmirsinizsə, ən azından karmik dərs analizi deyilən bir analiz var. Karmik dərs analizinizi götürün. Yəni bizim görün dərslərimiz nədir? Hansı dərsləri öyrənməlisiniz siz? Həmin o karmik dərs analizi mənim belə deyim ki, Instagram hesabımda mövcuddur ki, orada mənə yazırsınız. Mənim Instagram hesabım aşağıda qeyd olunacaq. İstəsəz o səhifəyi yazın. Çox münasib qiymətə o dərsinizi sizə numeroloji analizlə bildirirəm və başlayırsınız siz karmik dərsiniz nədir artıq bilməyə, istiqamətinizi bilməyə və nələri öyrənirsiniz azından bilmiş və fərqində olmuş olursunuz. İndi gəlirik ruhun sıxılmasının bir səbəb nədir ki, onun missiyasıdır. Ruh bu dünyaya dediyim kimi sözlər verib gəlir. Bir də onun missiyası var axı. Biz onun missiyasını dana bilməliyik. Qəbul etsək də etməsək də ruhun bir missiyası var. Bu missiya ona Allah tərəfindən verilir ki, sən bu dünyaya gedib, sən bu xidmətləri eləyəcəksən. Bu hər kəsin ruhunda fərqlidir. İnsanlar bu dünyaya bir-birlərinə xidmət etməyə gəlib əslində. Birisi müəllimdir, birisi həkimdir, birisi psixoloqdur, birisi tamam başqa bir sahədə çalışır, salonçudur məsələn, fərqi yoxdur. Harada olursa olsun, əgər o həqiqətən missiyasındadırsa, onun ruhu başlayır o işdə xoşbəxt olmağa. Çünki hiss eləyir ki, ruh, mən burada olmalıyam, mən bu işi icra eləməliyəm, mənim buradan insanlara veriləcək faydam budur. Və təbii ki, bildirdiyim kimi bu hər kəsdə fərqlidir. Hər kəs bir missiyada olsa, düşünün nə mənasız olar. Yəni hər kəs bu dünyada həkim olsa, biz müəllim tapa bilmərik. Müəllim olsa, həkim tapa bilmərik. Allahın ona verdiyi öhdəlik fərqlidir. Amma ruh onu belə deyim, icra eləyəndə başlayır o işdə xoşbəxt olmağa. Sanki elə bilir ki, o işdə yoxdur, yəni o işdə işləmir. O onun üçün sanki bir rutin halına gəlir ki, mən nə iş görürəm ki də, yəni halbuki o da müəyyən bir əziyyətlər çəkirəm. O missiyasındadır deyə o əziyyəti görə bilmir. Heç cürə, yəni o qədər rahat olur, o enerji alır o işdən və o pul ona elə bilir ki, çox asanlıqla gəlir. Bu da ruhun doğru yerdə olmasının əlamətidir. Ruh insanlara xidmətini göstərməyəndə də sıxılır. Çünki onun insanlara verəcəyi bir xidmət var. Onu eləmir. İnsan bu dünyaya bu məsuliyyəti alıb da, bu söz verib ki, hə, gedəcəm, bunu eləyəcəm. Yaradan da bu missiyanı verib və bu həyata gəlir, onu eləmir. Və insanlara xidmət eləmədiyini görə karma olaraq nə zamansa ondan çıxır. Xəstəlik olsun, çətinlik olsun, çətinliklər ağırlaşır, insan karmasını belə deyim, tapsın deyə ki, hə, sən bunu karmaya dönüşdürürsən, sən bunu eləmirsən. Eləmədikcə də həyat bizi sirkələməyə çalışır. Ruh doğru yerdə, doğru şey etməyəndə, ruh enerji tərəfdən yüksəlməyəndə, qalxmayanda, qidalanmayanda başlayır sıxılmağa,
Ruh enerjini torpaqdan və yaradandan alır. Torpaqdan və yaradandan qidalanır ruh. Biz əslində ayaqlarımızı tez-tez torpağa basmalı, yaradanla daim kontaktda olmalı, daima onunla bir bağlantıda olmalıyıq ki, bizim ruhumuzun frekansı yaxşı vəziyyətdə olsun. Biz o vəziyyətdə qalmaq üçün çalışmalıyıq. Ruh yaradandan ayrı düşəndə sıxılır, ruhun frekansı bərbad vəziyyətdə olanda sıxılır, ruhun travmaları olanda, ruhun üzərində ağırlıqlar olanda, şəfalanması lazım olan yerlər şəfalanmayanda sıxılır. Ruh bu dünyaya gəlib təkamül edəsin, dəyişsin, şəfalansın, arınsın, təmizlənsin. Ruh da gedir, tamam başqa bir yola düşür, tamam başqa həyat yaşayır, problemlər yaşayır, sıxıntılar yaşayır, missiyasını icra eləmir və başlayır onun həyat tetikləməyə. Ruh bu zaman çox sıxılır. Ruh bu dünyaya xoşbəxt olmağa gəlib, amma ruh neyinir? Problem yaşayır. Və təbii ki də hiss edir ki, doğru yerdə deyil, doğru addımları atmır və bir növ sizə bunu hiss elətdirməyə çalışır. Əgər bu vəziyyətdəsinizsə, ruhunuzu dinləmək tövsiyə edirəm və şəfalanıb, təmizlənib, ruhunuzu arındırmağı sizə tövsiyə edirəm. Əgər bu yolda sizə dəstək olmağımı istəyirsinizsə, fərdi seanslar və yaxud mənim hər ay keçirəcəyim münasib qiymətə proqramlarım olur. O proqramlardan yararlanan, sublimallarım olur, o sublimallardan yararlanıb ruhunuzu arındıra bilərsiniz. Mənim Instagram hesabımdan da məni takip eləməyi unutmayın və əgər seanslarım barədə daha detallı məlumatlar istəyirsinizsə, mənə Instagramdan yaza bilərsiniz. Mən sizə yetərincə köməklik göstərərəm. Sevgi ilə qalın. Çox sağ olun dinlədiyinizə görə. Ümid edirəm bu video sizə faydalı olmuşdur.